Salam, deməli danışırıq Monqol dövləti haqqında. Monqollar Jujanların varisləri olurlar. Şərqdən Monqollara Moğol, qərbdən Monqol deyilmişdir. 12-ci əsrdə Monqollarda qəbilə münasibətləri dağılır, ordu qurumları yaranır. Ordu qurumlarını idarə edənlər Bahadır və Noyonlar olmuşdular. Monqollar köçərlilər olublar, müxtəlif ərazilərə köç ediblər. Köç səbəbləri tayfalar arası çəkişmə, iqlim şəraiti, otlaq sahələri uğrunda mübarizələr. Çingiz xan Kiyat qəbiləsindən olmuş, Yesuqayın oğlu olmuş. Sonra Yesuqay öləndən sonra onun rəqib düşmənləri Tarqutay Çingiz xanı əsir götürsə də, Sulduz qəbiləsi Çingiz xanı azad edir. Və Çingiz xan 1206-cı ildə Onon çayı sahilində Monqol dövlətini yaradır. Monqol dövlətinin birinci paytaxtı Qaraqorum, ikinci paytaxtı Pekin olub. 1271-ci ildə Pekinə köçürmüşdür Xubilay xan. Çingiz xan hakimiyyətə gələndən sonra Nayman Kerayt Merkit tayfalarını tabe edir. 1207-ci ildə yürüşlərə başlayıb Sibir, Şərqi Türkistan ərazilərini ələ keçirir. Hərbi islahat keçirir, tayfa müxtəlifliyi prinsipi tətbiq edir. Qoşunu onluq, yüzlük, minlik dəstələrə bölünür. Yəni, Böyük Hun dövlətinin Mehdi Tanhunun taktikasından istifadə etmişdir. Monqol dövlətində qanunlar toplusu qəbul edilir, adlanır Böyük Yasa. Böyük Yasa yarlıq, yasaq Çingiz xanın nəsihətlərindən ibarət olmuşdur. Çingiz xan 1211-15-ci illərdə Şimali Çini tutur, 1219-21-ci illərdə Xarəzmşahlar dövlətini məğlub edərək Mərkəzi Asiyanı işğal etmişdir. 1223-cü ildə Kalka çayı sahili döyüşdə Qıpçaqlara qalib gəlir. Çingiz xan dövləti inzibati cəhətdən uluslara bölünmüşdür. Bu da Çingiz xanın ən böyük səhvi olur. Oğlanları arasında bölür, sonraki dövrdə bunlar da bir-birinə qarşı çıxır və dövlətin zəiflənməsinə gətirib çıxarır. Çingiz xan ümumiyyətlə Monqol dövlətinin döyüş taktikası o idi ki, qəflətən hücum edirdilər, kəşfiyyatdan istifadə edirdilər və hücum etdikləri ərazilərdə feodal dağınıqlığın olması, mərkəzləşmiş vahid dövlətin olmaması Monqolların yürüşlərini daha da asanlaşdırmışdır. Sonraki dövrdə hakimiyyətə gəlir Xubilay xan. Xubilay xanın dövründə dediyimiz kimi 1271-ci ildə Cənubi Çin işğal edilir, paytaxt Pekinə köçürülür, Yuan Monqol sülaləsinin əsası qoyulmuşdur. Lakin 1368-ci ildə Monqol dövlətində parçalanma oldu, Yuan Monqol sülaləsi süquta uğradı. Monqol mövzusu bundan ibarət idi. Sağ olun.